üçüncü övladı dünyaya gəlir. Atanın yaşı, ananın yaşından 8-dən fərqli bir rəqəmli ədəd qədər çoxdursa, onların birinci və üçüncü uşaqlarının yaşları fərqi neçədir? Deməli, burada ata və ananın birinci uşaqları dünyaya gələndə atanın yaşı, ananın yaşından 20% çox olursa, 20% ədədin 20%-ni tapanda 20-yə vurub 100-ə bölmək. Deməli, 5-dən 1-i qədər çox olmuş. 5-dən 1-i qədər çoxdursa, o ədəd 5-ə bölünürmüş. Yəni, atanın yaşı, ananın yaşından 5-də 1 qədər çoxdursa, ananın yaşı 5-ə bölünən ədədləriymiş. 5-ə bölünən 5 ola bilər, 10 ola bilər, 15 ola bilər, 20 ola bilər, 25 ola bilər, 30 ola bilər. 5-in 5-dən biri 1, üstə gəlsəm 6. 10-un 5-dən biri 2. 2 vahid çoxdursa 12-dir. 15-in 5-dən biri 3. 3 vahid çoxdursa 18. 20-nin 5-dən biri 4. 4 vahid çoxdursa 24. 25-in 5-dən biri 5. 5 vahid çoxdursa 30. 30-un 5-dən biri 6. Olacaq 36. Bu birinci övladları dünyaya gələndə idi. İkinci övladları dünyaya gələndə atanın yaşı və ananın yaşını qeyd edir. Ananın yaşı, atanın yaşından 16% az olur. Atanın yaşı neçə imişsə, onun 16% qədər azdır. Ədədin 16%-ni tapanda 16-ya vurub 100-ə bölməliyik. İxtisar getsə, 4 bölünsün 25 qalır. Deməli, atanın yaşının 25-də 4-ünü tapa bilirəmmiş ki, onu çıxanda ananın yaşı qalır. Atanın yaşını 25-ə bölüb 4-ə vurmaq lazımdır. Atanın yaşı 25-ə bölünən bir ədəd deyil. 25-ə bölünən 25 ola bilər və yaxud 50 ola bilər və yaxud 75 ola bilər. Atanın yaşı 25-in 25-də 4-ü 4 edər. 4 vahid azdırsa 21-dir. 50-nin 25-də 4-ü. Bəli, 8. 8 azdırsa 42 olacaq. 75-in 25-də 4-ü 12 çıxsa 63. Üçüncü övladları dünyaya gələndə ata və ananın yaşları necə olacaq? Ananın yaşı, atanın yaşının 90% təşkil edilmiş. 90% o deməkdir ki, 90-a vurub 100-ə bölməlisən. Yəni, 10-da 9 hissəsi imiş. Atanın yaşı elə bir yaş imiş ki, ananın yaşı onun 10-dan 9-u imiş. Atanın yaşı ona bölünən bir ədəd imiş. Ona bölünən 10 ola bilər, 20 ola bilər, 30 ola bilər, 40 ola bilər. Davamı da gedir yəni. 10-un 10-dan 9-u 9. 20-nin 10-dan 9-u 18. 30-un 10-dan 9-u 27. 40-ın 10-dan 9-u 36 və qısa şəkildə gedir. Burada atanın yaşı minimum 25-dən başlayır. Ata və ana arasındakı yaş fərqi, ümumiyyətlə iki şəxs arasındakı yaş fərqi heç vaxt dəyişməz. Ona görə atanın 25 yaşı olanda, ananın 21 yaşı var idisə, arasında 4 yaş fərq var. Burada. 4 yaş burada fərq varsa, o birində də 4 yaş fərq olanı götürməlidir. Üçüncüdə də 4 yaş fərq olanı götürməlidir. Onda birinci övladları dünyaya gələndə ata və ananın yaşları birində 24, o birində 20, birində 25, ikinci övladda, o birində 24, üçüncü övladda 40 və 36 imiş. Birinci övladları ilə üçüncü övladların arasındakı yaş fərqi nə qədərdirsə, atanın 24 yaşı olanda birinci övlad olmuşdu, 40 yaşı olanda üçüncü övlad olmuşdu. Bunlar arasındakı yaş fərqi nə qədərdir? Elə bunlar arasındakı fərq qədərdir. Yəni o halda olacaq. Cavab qədər.